Aşağıdakı ədədlərin hansında 3 sayda yüzlük və 5 sayda təklik vardır? Baxaq. A variantında 503 yazılıb. Yüzlüklər mərtəbəsində 5 görürük. Yəni 5 sayda yüzlük, təkliklər mərtəbəsində 3 var. 3 sayda təklik var bu ədəddə. Amma bizə tərsi lazımdır. B-yə baxaq. 3 sayda yüzlük, 5 sayda təklik. Cavabımızı tapdıq artıq. C-yə baxaq. 3 sayda yüzlük, 5 sayda onluq, 0 sayda təklik. Bu da bizim şərtimizi ödəmədi. Cavab oldu B variantında. 99 və 111 ədədləri haqqında düzgün müqayisə hansıdır? Dostlar, ədədləri müqayisə edəndə əvvəlcə onların ən böyük mərtəbə vahidlərini müqayisə etməliyik, düzdür? Baxaq, 111-də bir ədəd yüzlük var, 99-da isə yüzlüklər mərtəbəsində heç bir yoxdur, yəni sıfırdır, düzdür? Deməli, 111 99-dan böyükdür, çünki 111-də bir ədəd yüzlük var, amma 99-da yüzlük yoxdur. 111 99-dan böyükdür, yəni 99 111-dən kiçikdir. B variantı doğru cavabdır. 215 ədədindən böyük və 220 ədədindən kiçik olan ən kiçik ədəd hansıdır? Baxaq, bir ədəd oxu düşünək. 215, 220, 215-dən sonra gəlir, düzdür? 215-dən 220-yə qədər hansı ədədlər olar? 216, 217, 218, 219, ən sonunda 220 gəlir. İndi bizə deyir ki, elə bir ədəd tapın ki, 215-dən böyük olsun, 220-dən kiçik olsun və bu ədədlərin arasında ən kiçik olsun. Bu ədəd hansı olacaq? Əlbəttə ki, 216. B variantı doğru cavabdır. Ədədləri artan sırayla düzün. Yəni, ən kiçikdən ən böyüyə doğru düzəcək. Ən kiçik bunların arasında hansıdır? Dostlar, baxaq, 542-də 5 ədəd yüzlük var. 503-də də 5 ədəd yüzlük var. 549-da da. Amma 487-də 4 yüzlük var. 491-də də 4 yüzlük var. Yəni, deməli, bunların arasında ən kiçik ya 487 olacaq, ya 491. Onlardan hansı daha kiçikdir? Yüzlüklərdən sonra onluqlar mərtəbəsi gəlir, düzdür? 487-nin onluqlar mərtəbəsi 8-dir, amma 491-inki 9-dur. Hansı daha kiçikdir? 8. Deməli, bu ədədlərdən ən balacası 487-dir. Sonra dedik ki, ondan sonra 491 gəlməlidir, düzdür? İndi 500-lük olanlara baxaq. Yüzlükləri 5-dir hər üçünün. Onluqlarından 4 burada görürük, 0 burada görürük, 4 burada görürük. Hansı daha balacadır? Əlbəttə ki, 0, yəni 503. Davam eləyək. 542 ilə 549 arasında. Yüzlükləri eynidir 5, 5. Onluqları eynidir 4, 4. Təkliklər mərtəbəsinə baxaq. 542-də 2 təklik var, 549-da 9. Deməli, 2 9-dan kiçik olduğu üçün 542-də 549-dan kiçik olacaq. Növbəti olacaq 542, ən sonda isə 549. Bu sıra hansında görürük? Əlbəttə ki, C variantında. Müqayisə edin. 297 və 386-nı müqayisə eləməliyik. Baxaq. 297-də 2 durur yüzlüklər mərtəbəsində, 386-da 3. 2 3-dən kiçikdir. Deməli, 297-də 386-dan kiçik olacaq. Doğru cavab oldu C variantında. Aşağıdakı ədədlərin hansını onluqlara qədər yuvarlaqlaşdırsaq 240 alınır. Bir yuvarlaqlaşdıraq. 234. Onluqlar mərtəbəsində 3 durur. 3-dən sonra 4 gəlib. 4 5-dən kiçikdir. Deməli, 230-a yuvarlaqlaşacaq. 243-ə baxaq. Onluqlar mərtəbəsində 4 durur. 4-dən sonra 3 gəlib. 3 5-dən kiçikdir. Deməli, 240-a yuvarlaqlaşacaq. Sonuncuya baxaq. 245. Onluqlar mərtəbəsində 4 durur. 4-dən sonra 5 gəlib. 5 5-dən kiçik deyil. Deməli, 240-a yox, 250-yə yuvarlaqlaşacaq. Şərtdən bizdən 240-a yuvarlaqlaşanı istəyirdi. Bu da oldu B variantında. 539 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Baxaq. 539. Yüzlüklər mərtəbəsində 5 görürük. 5-dən sonra 3 gəlib. 3 5-dən kiçikdir. Deməli, 5 olduğu kimi qalacaq və 500-ə yuvarlaqlaşmış olacaq. C variantı doğru cavabdır. Aşağıdakı ədədlərdən hansı onluqlara qədər doğru yuvarlaqlaşdırılmışdır? Baxaq. 274-də onluqlar mərtəbəsində 7 rəqəm durur. 7-dən sonra 4 gəlir. Deməli, 274-ü 270-ə yuvarlaqlaşdırmalıyıq, çünki 4 5-dən kiçikdir. 843. Onluqlar mərtəbəsində 4 görürük, 4-dən sonra 3 gəlib, 3 5-dən kiçikdir. Ona görə də 840-a yuvarlaqlaşdıracaq. Bəli, bu doğrudur. Biz artıq cavabımızı tapdıq. C variantında baxaq.
645. Onluqlar mərtəbəsində 4 rəqəmini görürük. 4-dən sonra 5 gəlib. 5 5-dən kiçik deyil. Ona görə də 645 650-yə yuvarlaqlaşdırılmalı idi. Cavabımız oldu B variantında. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 650 alınan ən kiçik ədəd neçədir? Variantların hər üçünə baxaq. 653-ü onluqlara qədər yuvarlaqlaşdırsaq, 5-dən sonra 3 gəlib, 3 5-dən kiçikdir, 650-yə yuvarlaqlaşacaq. 639-a baxaq. Onluqlar mərtəbəsindəki rəqəm 3-dür. 3-dən sonra 9 gəlib, 9 5-dən böyükdür. Ona görə də 640-a yuvarlaqlaşacaq. Sonuncuya baxaq. 645. 645 deməli, onluqlar mərtəbəsində 4 görürük. 4-dən sonra 5 gəlib, 5 5-dən kiçik deyil. Ona görə də 650-yə yuvarlaqlaşacaq. Birinci şərtimiz odur ki, ədəd 650-yə yuvarlaqlaşsın. Ona görə də 640-ı birbaşa silirik. Bu ikisinin arasından hansı ən kiçikdir? 653 mü yoxsa 645 mi? Əlbəttə ki 645. Şərtdə bizdən ən kiçiyi istəyirdi. Ona görə də cavabımız oldu C variantında. Verilmiş 3 rəqəmli ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 700 alınır. Ulduz işarəsinin yerinə aşağıdakı ədədlərdən hansı yazıla bilər? Baxaq. Dostlar, bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırmaq üçün əvvəlcə baxaq yüzlüklər mərtəbəsində neçə dayanır? 6. Deməli, ulduz işarəsinin yerinə uyğun gələn rəqəm ya 5 ya da 5-dən böyük olmalıdır ki, biz 6-nı bir vahid artıraq 700-ə yuvarlaqlaşdıra bilək. Tam tərsi, məsələn 5-dən kiçik biri olsaydı, 3 olsaydı A variantındakı kimi 632 necə olacaqdı? 6-dan sonra 3 gəlir, 3 5-dən kiçikdir, ona görə də 600-ə yuvarlaqlaşacaqdı. Eyni şey 2 üçün də keçərlidir. 622 olsaydı əgər, 6-dan sonra 2 gəlib, 2 5-dən kiçikdir, 600-ə yuvarlaqlaşacaqdı. Amma 5 olsa 652, 6-dan sonra 5 gəlib, 5 5-dən kiçik deyil, ona görə də 6-nı bir vahid artırmalıyıq, 700-ə yuvarlaqlaşacaq. Cavabımız oldu B variantında. Məktəbdəki şagirdlərin 214-ü oğlan, 185 isə qız şagirdlərdir. Məktəbdə cəmi neçə şagird var? Gəlin toplayaq. 214 üstə gəlsin 185. 4 ilə 5-in cəmi 9. 1 ilə 8-in cəmi 9. 2 ilə 1-in cəmi 3. Deməli, məktəbdə cəmi 399 şagird var. B variantı doğru cavabdır. Cəmi hesablayın. Toplayaq. 543 üstə gəlsin 254. 3 ilə 4-ün cəmi 7. 4 ilə 5-in cəmi 9. 5 ilə 2-nin cəmi 7. Cəmimiz oldu 797. A variantı doğru cavabdır. Mağazada səhər 416, günorta 151, axşam 232 çörək satıldı. Mağazada gün ərzində neçə çörək satıldı? Bunu tapmaq üçün səhər, günorta və axşam satılan çörəkləri toplamalıyıq. Əvvəlcə gəlin səhərlə günortanı toplayaq. 416 üstə gəlinsin 151. 6 ilə 1-in cəmi 7, 1 ilə 5-in cəmi 6, 4 ilə 1-in cəmi 5. 567. İndi bunun üzərinə də gələk axşam satılan çörəyi, yəni 232-ni 567 üstə gəlinsin 232. 7 ilə 2-in cəmi 9, 6 ilə 3-ün cəmi 9, 5 ilə 2-nin cəmi 7. Cəmi neçə oldu? 799. B variantı doğru cavabdır. Bağda 340 şam ağacı var. Ondan 15 ədəd çox palıd ağacı var. Bağda cəmi neçə şam və palıd ağacı var? Baxaq. Deməli, şam ağaclarının sayı 340-dır. Palıd ağacının sayı neçədir bilmirik, amma 340-dan 15 ədəd çoxdur. Yəni 340 üstəgəl 15-dir, düzdür? Tapaq əvvəlcə 340-ın üzərinə 15 gələndə neçə eləyir? Kənarda 6 toplayaq. 0 ilə 5-in cəmi 5, 4 ilə 1-in cəmi 5, 3 də olduğu kimi olur 355. Deməli, palıd ağaclarının sayı 355 imiş. Şərtdə isə bizə deyir ki, cəmi bağda neçə ağac var? Bunu tapmaq üçün nə edəcəyik? Şam ağacları ilə palıd ağaclarının sayının cəmini toplayacaq. Yəni 340 üstə gəlsin 355. 0 ilə 5-in cəmi 5, 4 ilə 5-in cəmi 9, 3 ilə 3-ün cəmi 6. Deməli, cəmi 695 ağac var imiş. A variantı doğru cavabdır. Cəmi hesablayın. 210 üstəgəl 650 üstəgəl 30. Baxaq. 0, 0, 0. Cəmi elədi 0. 1 ilə 5-in cəmi 6. 6-ın üzərinə 3 gələndə elədi 9. 2 ilə 6-nın cəmi 8. Cəmimiz oldu 890. A variantı doğru cavabdır.